1 və 3. 13-cü testdən davam edək. Deməli, biz futbol fanıyıq və yaxud da ki, onlar futbol fanıdır. Bizim sevimli komandamız Qarabağdır və yaxud da ki, onun sevimli komandası Qarabağdır. Görürük ki, 13-cü testdə birinci tərəfdə ar verib. Biz bilirik ki, hidə, şidə, itdə ar olmuş. Ona görə A və C variantlarını silirik. B variantını silirik, çünki A-dan M olur, ar olmuş. Qaldı D və E variantları. İkinci tərəfdə deyək ki, ikinci tərəfdəki sevimli komandamız Qarabağdır. D variantında yazıb onlarınki sevimli komandası Qarabağdır. Heç deyə bilərik onlarınki sevimli komandası yox. Ona görə 13-də düzgün cavab eləyəcək Y. Oxuyub tərcümə edirəm. We are football fans. Biz futbol fanlarıyıq. Our favorite team is Qarabağ. Bizim sevimli komandamız Qarabağdır. 13-də cavab olacaq Y. 14-də baxıram. A large fruit garden. Geniş meyvə bağı. Deməli, evimizin qarşısında geniş meyvə bağı var. Bir bağdan söhbət getdiyi üçün cavab olacaq there is a large fruit garden in front of our home. 14-də cavab oldu A. 15-ə baxıram. Hansı cümlədəki yəlik hal var, onu axtarırıq. Biz demişdik apostrof S-dən sonra mütləq şəkildə isim gəlməlidir. A variantında apostrof S-dən sonra got gəlib, deməli has gotun qısaldılmasıdır. C variantında apostrof S-dən sonra playing fail gəlib, deməli is playing-dir, davam edici zamandır. D variantında apostrof S-dən sonra say gəlib, ten gəlib, deməli isdir, Jack is 10, Jack 10 yaşındadır deməkdir. E variantında isə söz önü gəlib apostrof S-dən sonra, deməli bu da isin qısaldılmasıdır. Jack is at English lesson, Jack ingilis dili dərsindədir. 15-də düzgün cavab olacaq B variantı, çünki apostrof S-dən sonra isim gəlib. Jackin ailəsi Şotlandiyada yaşayır. 15-də düzgün cavab oldu B. 16-ya baxıram. Usually varsa biz bilirik ki, indiki sadə zamandır. They usually play volleyball after the lesson. Onlar adətən voleybol oynayırlar dərsdən sonra. 16-da cavab oldu B. 17-yə baxıram. Is your teacher in the classroom? Sənin müəllimən sinifdədir. No, she isn't. Xeyr, elə deyil. 1-ci. 2. Is English difficult? İngilis dili çətindir. İngilis dili fənnindən söhbət gedir. İngilis dili fənnindən də cansız. No, it isn't. 2A. Are you happy to see your friends? Sən dostlarını görməyinə xoşbəxtsən? Yes, I am. Bəli, eləyəm. 17-də cavab oldu D variantı. 18-də cümlə qururuq. We go to the cinema with our parents on Sundays. İngiliscə cümlə quruluşu belə olur. Mübtada, xəbər, tamamlıq və zərfli axırda. Mübtada nədir? We, biz. Xəbər nədir? Go, gedirik. We go. Hara? Tamamlıq gəlməlidir. To the cinema. Sinemaya. 4. Kimin ilə? Valideynlərimiz ilə. With our parents. Zaman zərfli ən sonda. On Sundays. On Sunday cümlənin ən başında da verə bilərdi. 18-də cavab oldu B. 19-a baxıram. How often do you meet your friend? Dostun ilə nə qədər tezlikdə görüşürsən sən? A variantı once a day, gündə bir dəfə. B variantı now indi. C variantı today bugün. D variantı in the morning səhər. Y variantı on Sunday bazar gün. How often sözü nə qədər tezlikdə? Yəni nə qədər tez-tez görüşürsən? Həftədə bir dəfəmi, 2 dəfəmi, 3 dəfəmi, gündə bir dəfəmi və s. How often cavabı olacaq 19-da A. Once a day, gündə bir dəfə. 20-yə baxıram. Are talking about the party. Parti haqqında danışırlar. Baxın, əgər orada are veribsə, deməli cəm isim yazmalıyıq. B variantında boy, oğlan təkdir. C variantında student təkdir. D variantında woman, qadın təkdir. Y variantında teacher tək isimdir. Cəm isim birinci eləyir A variantı. Children are talking about the party. Uşaqlar parti haqqında danışırlar. Əgər are yox, is olsaydı B, C, D, Y hamısı düz gələrdi. 20-də cavab elədi A variantı. 21-ci testdən davam edirəm. Düzgün cümləni seçirik. Sənin maman ingilis dili müəllimidir. Baxın, bir cümlədə feil yoxdursa, var bu cümlədə feil? Yox. Sənin maman ingilis dili müəllimi. Deməli, do-dan da azdan cümlə qurmuruq. Çünki do-das feilin cümlə qurmasıdır. Ona görə B və Y variantı getdi. Sonra baxaq, izdən mi cümlə quraq?